Sənin kimi bir insan idi. Onun da bir ailəsi var idi. O da bir həyat sürürdü. Onun da bir övladları var idi. Onun da bir arzu, istəkləri, yarımçıq qalan həyatı, fikirləri var idi. Mənə öyrədən adam öncə üzünü örtürdü cənazənin ki, mən qorxmayım deyə. Mən dedim ki, üzünü aç. Və mən ölüylə göz-gözə bir təmas oldu. Ondan sonra yuduğumuz zaman bir ağlayan bir uşaq rastlaşmışam. Yəni gözündən yaş gələn. O uşaq çox əziyyətlər çəkib. Hətta onun sayəsində çox rastlaşmışam. Yəni intihar eləyən gənclər var idi. Baxırsan ki, cavan oğlandır. Nə səbəbdir, nə keçib başından, nə travma yaşayıbdır ki, yəni insan özünə o qədər qəsd eləsin. Bəli, ağır işdir. Çox ağırdır. Yəni hər bir insanın götürə bilməyəcəyi şeylər görürsən orada. Və bu sir o cənazə yuyan insanla məzara kimi getirər. Assalamu aleykum və Və aleyküməssalam və rəhmətullah və bərəkatuhu. Özünüzü təqdim edin qardaş. Mən İsayev Allahverdi, Zaqatala rayon şəhər mərkəzində yaşayıram. Burada oluram inşallah. Peşə sahəm genişdir. Yəni vətənə, millətə, insanlara, insanlığa, İslama xidmət olsun deyib bir geniş bir peşə sahəm var. Amma ən çox da İslami elmlər öyrənmək məqsədi ilə 2022-ci ildə Zaqatala İslam Kollecinə təhsil almağa başladım. Bir çox insanlarda belə bir şey var. Əyani təhsil var, amma praktiki təhsil yox. Xidmət cəhətindən əyani təhsillə yanaşı praktiki təhsil də lazımdır. Və mənə orada təhsil aldığım vaxtı Zaqatala şəhər məscidinin imamı cənazə xidmətləri üzrə xidmət göstərməyim üçün təklif elədi. Mən bunu qəbul elədim, çünki bir insanda nə qədər əyani bilgilər olsa da, bunu həyata keçirmək üçün praktiki bilgiyə də ehtiyac var. Və Zaqatala şəhərin Aşağıtala kəndində cənazə işləri görən İsmail dayımız var, ağsaqqalımız. 20 ildir ki, bu işlərlə məşğuldur. O mənə bu işləri öyrətməyə başladı. Yəni peşman da deyiləm, çünki çox geniş bir sahədir cənazə sahəsi. Yəni çox insan elə zənn eləyir ki, insan öldü, dünyasını dəyişdi, qurtardı, getdi. Yəni belə bir şey deyil. Dinimizin çox gözəl orada faydaları var. Mən istəyərdim ki, əvvəlcədən qeyd edeyim ki, hər kəs bu işi görsün. Yəni az da olsa öz yaxınlarına, ətraflarına dünyasını dəyişən insanlar, qadın və ya kişi fərqi yox. Yəni bacaranı eləsinlər. Çünki ölümü xatırlamaq açısından, kibrin, təkəbbürün, lovğalığın, özünü bəyənmişliyin itməsi açısından çox önəmlidir. İlk cənazə ilə təmasınız haqqında. Orada belə bir şey var. Mən bir də bunu qeyd eləmək istəyirəm. Mənə öyrədən adam öncə üzünü örtürdü cənazənin ki, mən qorxmayım deyə. Mən dedim ki, üzünü aç. Çünki göz təması çox önəmlidir. Əgər ilk başda sən bu işə başlayacağın zaman özünü toxladınsa, yəni o şücaəti içiqdə hiss eləyib bu işə girişdinsə, o iş gedəcək. Yox, əgər hər hansı bir nüansda qorxdunsa, çəkindinsə, o alınmayacaq. Yəni mən özünə bunu qeyd elədim. Ondan sonra dünyasını dəyişən şəxsin üzünü açdı və mən ölüylə göz-gözə bir təmas oldu. Ondan sonra bütün psixoloji şeylər getdi. Qorxudur, həyecandır, stressdir. Bunların hamısı itdi. Göz təması ilə, əl təması ilə, bu şeylərlə yavaş-yavaş həyəcan hissini itirməlisən. Özünü doğrultmalısan ki, qarşındakı bir insanı bir ölmüş kimi yox, yaxınındır, xəstədir. Onu o şəkildə düşünsən daha faydası olar. Yaxınındır, xəstədir və səni onu çimdirməyin lazımdır və bunu bacaran başqa bir insan yox kimi düşünərək o şəkildə yanaşmağın lazımdır. Bəs başınıza gələn belə fərqli, qəribə, özünüzə təsir edən bir hadisələr? Təsir edən ən çox böyük hadisələrdən birisi şeydir qardaşım. Yuduğumuz zaman bir ağlayan bir uşaq rastlaşmışam. Yəni gözündən yaş gələn. O uşaq çox əziyyətlər çəkib. Hətta onun sayəsində bir ehtiyacı ailəyə hələ də o qapıya yardım gedilir o uşağın vasitəsilə. O uşaq namaz əhli olub. Yuduqda gözünün yaş gəlirdi. Mən silirdim, yenə yaş gəlirdi. Mənə kömək edən ağsaqqala dedim ki, bu uşaq ağlayır. İnanmadı o da. Biraz vaxtdan gördük ki, yenə gözündən yaş gəlir. Belə bir hadisə olub, bir dəfə olub. Amma belə deyim, namaz əhli insanlarda daha rahat olurduq. Cənazə yuyarkən daha elə bir ki, rahat keçirdi günümüz. Namaz olmayan, belə ibadəti zəif olan insanlarda daha çətinlik çəkmişik yəni. Deməli, insanların öz yaxınlarını bir əşya kimi gətirib, tullayıb, oraya yəni qoyub ki, cənazəni qoyurlar. Yuyun, qutarın, gəlib götürəsiyik. Bu düşüncədə olan insanlar çox. Bunu aşmaq lazımdır. Yəni bunu eləməmək lazımdır. Yəni o sənin anandır və ya atandır.
və ya əmindir, qardaşındır, fərqi yoxdur. Səndən böyüdüb, səndən bir yerdə olub, sənə zəhmət çəkib, əziyyət verib, dəyər verib, səni boya başa çatdırıb, gecəsini, gündüzünü sənin üçün xərcləyən bir insana, insan o dünyasını dəyişibdi deyə bir taxta parçası kimi, bir əşya kimi dəyər vermək lazım deyil. Gətirdim, yanında dur. Gəl bir su tökməyə kömək elə. Yəni bunlar yoxdur insanlarda. %100 deməyək, %80% bunlar yox. Bəzən heç yaxına da gəl. Zəng eləyib çağırırıq ki, cənazəniz hazırdır, gəlin götür. Bunu eləməmək lazımdır. Yəni insanlara tövsiyə bunu eləməsinlər. Çünki o insanın sənin üzərində zəhməti, əziyyəti çoxdur. Riyas mərasimlərində göstərilən göstəriş ehtiyacı yoxdur. O göstərilən göstərişi o momentdə göstərmək lazımdır. O boyda məclislər eləyirlər ki, atam dünyasını dəyişdi. Amma halbuki baxırsan, atasına heç dəyər vermir. Adam gətirir cənazəni qoyur, çıxır gedir. Ki, yuyun gəlib götürəcək. Yuyun ya da biz gedirik başqa işlərimizin dalınca. Elə şeylər çox olur. Bir də uşaq cənazələrində çox təsirlənmişəm. Yəni baxırsan ki, körpədir də dünyasını dəyişib. Yəni 2 gün, bir həftənin, 10 günün körpəsi belə. Bir də insanların nə olursa olsun özlərinə qıymaları məni çox təsirləndirib. Cavan oğlanların, cavan uşaqların. Rastlaşmışsınız intihar dünyasında? Çox rastlaşmışam. Yəni intihar eləyən gənclər var idi. Baxırsan ki, cavan oğlandır. Nə səbəbdir, nə keçib başından, nə travma yaşayıbdı ki, yəni insan özünə o qədər qəsd eləsin. Belə hadisələr çox olur. Sizin gözünüzdən ölüm biraz fərqli olar. O duyğu, o hisslər, ümumiyyətlə əlbəttə fərqlidir. Yəni ölüm fərz et ki, biz insanıq da, indi hamımız fərqli həyatlar yaşayırıq. Fərqli düşüncə qabiliyyətimiz var, fərqli təhsilimiz var, fərqli zehniyyətdəyik, amma hamımızın yaradılışı birdir, vücudumuz birdir, orqanlarımız hamısı eynidir. O ölən insanı gördüyün zaman düşünürsən ki, bu sənin kimi bir insan idi. Onun da bir ailəsi var idi. O da bir həyat sürürdü. Onun da bir övladları var idi. Onun da bir arzu, istəkləri, yarımçıq qalan həyatı, fikirləri var idi. Bunu düşündükcə deyirsən ki, sənə də bu şey gələcək. Vaxt çatacaq, sən də bunun kimi kiminsə qabağında ya yuyulmağa nəsib olar, ya olmaz. Orası Allah aləm. Öləcəksən, yəni mümkün deyil. Qaçış yoxdur. Qaçış yoxdur və təkəbbür itir, kibir itir. O anda düşünürsən ki, həyatlıqda nə istəyirsən plan qurursan qur, yəni ölüm hamısından öncə gəlir. O insanları görəndə, gördükcə daha çox anlayırsan ki, dünya necə ki ayətdə deyilən, dünya oyun əyləncədən başqa bir şey deyildir deyə. Onu dərk eləməyə başlayırsan. Necə ki bax burada gördüyüm bütün insanlar var. Onlar da bizim kimi gəzirlər yer üstündə. Kimisi lovğalıqla, kimisi imanla, kimisi təkəbbürlə. Hamısı indi öz məzar daşı var, torpaqda da yatır. Və biz də bugün onun kimi olacağıq. Yəni qaçılmaz, mümkünsüz, elə bir şey mümkünsüz. Ağır işdirmi bu iş? Bəli, ağır işdir. Çox ağırdır. Yəni hər bir insanın götürə bilməyəcəyi şeylər görürsən orada. Yenə deyirəm, yəni insan yaşayışı müxtəlif, ailə həyatı müxtəlif, ölüm də müxtəlif. Hər kəs eyni şəkildə ölmür. Orada sən o müxtəliflikləri dözməlisən, səbr göstərməlisən. O müxtəlifliklərə də çarə tapmalısan. Belə şeylərlə çox rastlaşmışıq. Onlar biraz təsir edir bizə ölüm səbəbi olaraq. Yəni hadisələr çox olubdur, amma necə deyim, deyilməməsi lazımdır. Yəni bu cənazə işi elədir ki, o qapalı bir yerdir. Orada sən və Allah arasında olan bir hadisədir. Yəni onun heç vaxt heç kimə deyilməməsi lazımdır. Deyildisə, yəni vəbalı ağırdır. Və bu sir o cənazə yuyan insanla məzara kimi getməlidir. Cəmiyyətimiz elə başa düşür ki, insan dünyasını dəyişdi. Onun üçün bitdi də hər şey. Amma mən belə başa düşürüm ki, əslində ən ağır proses orada başlayır. Onun da yuyulması, qəbrə qoyulması. Bir şey də deyim də sizə. Bizim İslam dinindəki gözəllik, möhtəşəmlik başqa dində yoxdur. Yəni bir dirisini burax, ölüsünə belə mərhəməti, sayğısı var yəni İslam dininin. Başqa dinlərdə məsəl üçün ölən insanları aparırlar, yandırırlar, ya da dağdan, dərədən atırlar, quşa, qurda yem eləyirlər. İslam dinində çox gözəl möhtəşəmlik var. Yuyurlar qəşəng şəkildə, ağappaq örpəyə bürüyürlər. Üstünə ətir vururlar. Gözəl bir şəkildə onu
dualarla, zikirlərlə kəfənləyirlər, yəni paltar geyindirirlər deyək də. Kəfən də bir ölünün, insanın paltarıdır. Paltarlayırlar və sonra xeyir dua ilə baş üstündə aparırlar və ondan sonra gözəl bir şəkildə namaz qılırlar. Namazından sonra da təzəldən baş üstündə apararaq dəfn edirlər. Heç bir dində yoxdur. Heç bir dində belə bir şey, möhtəşəmlik yoxdur. İslam dininin qədrini bilsinlər qardaş. Həqiqətən də İslamda olan möhtəşəmlik başqa heç bir şeydə yoxdur. Son olaraq qardaş, insanlara ölüm haqqında nə nəsihət edəsən? İnsanlar bir-birini yaşayarkən dəyərini bilsinlər. Bir-birinə hörmət etsinlər. Böyük, kiçik, qardaş, ata fərqi yoxdur. Yəni öldükdən sonra belə arxasınca daima dua eləsinlər. Çünki o insanın onun üzərində zəhməti, əziyyəti çox böyükdür. Yəni bunu dərk eləsinlər. Bunu dərk eləsinlər, xeyir dua eləsinlər. Başqa deyə biləcəyim şey odur ki, hər kəs öz yaxınının ölüsündə iştirak eləsin. Bu çox önəmlidir. Bəzən qəbirstanlıqlara gedirsən, cənazə dəfn olunur, başqa-başqa söhbətlər eləyirlər. Amma yəni o da sizin kimi bir insan olduğunu, bizim kimi bir insan olduğunu, onun da bizim kimi bir həyat yaşadığını düşünsünlər yəni. Düşünmürlər. Çox insan düşünmür. Ölümü düşünmədikcə də bir çox problemlər, bir çox məsələlər ondan qaynaqlanır. Görürsən də ucu orada hər şeyi dərk eləyirsən. Hər şey ucusa orada ayan olur. Gəliş var, gediş var. Alimdən soruşublar, insanın ömrü nə qədərdir? Doğum və ölüm tarixinin arasında olan o kiçik bir tre var. Ha? Adam nə qədər istəyir yaşasın. 1000 il belə, 100 il belə, 150 il belə, 200 il belə, 70 il belə, 10 il belə, hətta 5 ay belə yaşasa, ölüm və doğum tarixinin arasında kiçik bir tre var. İnsan ömrü o qədərdir. Bunu dərk eləmək lazım. Allah razı olsun qardaş. Çox sağ olun. Çox sağ olun. Sizdən də Allah razı olsun. Təşrifinizi qəbul ediniz, bizə ölümü xatırlatdınız. İnşallah bizi izləyənlərə də ölümü xatırlatdınız. Müsəlmanlar üzərində ən axırıncı görülən işdir. Yəni vəzifəmizdir bizim bir müsəlman, bir insan olaraq birinin dünyasını dəyişəndə onun həyatda olan son prosesidir bu. Bəli, elədir. İnşallah insanlar bir faydamız olmuş olar. Biz zaten niyyətimiz insanlara və insanlığa faydalı olmağa çalışmaqdır. Allahın izni ilə bir nəsihətlərimizi, tövsiyələrimizə inşallah insanlar riayət qulaq asarlar və çox böyük faydası olar. Allah sizdən də razı olsun ki, belə şeylər ictimailəşdirirsiniz. İnsanlara faydalı olmağa, başqa bir sahələr üzrə çalışırsınız. Allah hamınızdan razı olsun. Çox sağ olun. Gəldiniz, əziyyət çəkdiniz. Salam aleykum.